Amerikaya gəlmək istəyənlərə çox pis xəbərim var. Düz 35 ildir problemsiz formada davam edən Green Card loteriyası bu gün sonlandırıldı. Prezident Trumpın göstərişi ilə mən Green Card loteriya proqramını dərhal dayandırmağı, pauza etməyi tapşırıram ki, bu fəlakətli proqram ucbatından daha heç bir Amerikalı zərər görməsin. Bəs burada zərər nədir və niyə buna fəlakətli proqram deyiblər? Gəlin sizə danışım. Deməli, bir neçə gün əvvəl Amerikada universitetlərin birində 2017-ci ildə Green Card loteriyasından gələn biri 2 nəfər öldürüb, 9 nəfər isə yaralayıb. Və bunun nəticəsində isə Green Card loteriyası dayandırılıb. Ancaq bundan əvvəl də normalda oktyabr ayında başlamalı olan Green Card loteriya proqramı dekabr ayıdır və hələ də başlamamışdı. Yəni ki, bunun səbəbi tam odumu deyə bilmərəm. Bəs siz nə düşünürsünüz? Həqiqətən də Green Card loteriya proqramı sizcə fəlakətli proqramdır? Mənim şəxsi fikrim budur ki, bu proqram nəticəsində bəlkə də ölkəyə nə qədər xeyir verən insanlar gəlib. Yəni mümkünsüz deyil ki, hər yerin yaxşısı olduğu kimi pisi də olmasın. Ancaq qərar qərardır. Yəni əlimdən bir şey gələ bilməz.